Allah Teala sizin şəkillərinizə baxmaz. Allah Teala sizin qəlblərinizə və əməllərinizə baxar. Deməli, qəlb və əməl. Qəlb də əməllə düzəlir. Ona görə, yəni Allah Teala onu deyir ki, ona görə görsən, əslində hamımız Allahın rəhməti ilə cənnətə girir. Udxulul cənnətə bimə kuntum tə'malun. Yəni siz elədiyiniz əməllərin səbəbi ilə cənnətə girin. Allah Teala'nın rəhməti ilə girir. Amma niyə görə əməlləri qoyub? Səbəb olaraq ki, seçilsin sadiqlə sadiq olmayan. Yəni Allah Teala onda da əməl nəyə lazım? Sən uşağa onda buyurma da. Heç nə buyurma, nə əməl. Yəni o uşağın düzgün yaşaması üçün əməllər eləməlidir uşaq. Sən ata uşağına buyurur ki, filan şey elə, filan şey elə. Bu həyatda o düzgün yaşaması üçün onu səndən ki, elə uşaqdır da elə heç bir əməl eləməz evdə. Necə olur? Allah Teala səni yaradır ki, sən əməl eləyəsən. Allah Teala ibadət eləyəsən. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yarattım. Yəni burada birinci sən bilməlisən ki, sənin yaranma məqsədin nədir? Yəni yaranma məqsədin yemək, içmək və şəhvəti ödəməkdirsə, bu heyvanda da var. Amma Allah Teala heyvana beyin vermədi, sağa verdi. Verərdi, sən heyvan da yarada bilərdi. Yəni o qədər yer üzərində məxluqatlar var heyvanlar. Niyə görə səni dünyaya gətirdi, göz verdi, qulaq verdi, gözəl şəkildə yaratdı? Yəni heyvanlar görsən gözəl şəkildə deyil də, amma insan görsən gözəl şəkildədir. Ayaq üstə yeriyir, ondan sonra üzü, burnu, hər şeyi öz qaydasında beyin verib. Bunlar hamısı nəyə görədir? Sən Allah Teala'yı tanıyasan deyə, ibadət eləyəsən deyə. Həm bu dünyada saadət içərisində olasan, həm də ki, axirətdə. وَفِي أَنْفِسُكُمْ أَفَلَا تُبْصِرُونَ. Yəni siz özünüzə baxmırsınız, yəni görmürsünüz. Yəni insan bütün, yəni başdan ayağa ki, bir möcüzədir. Yəni sadəcə insan görmür onu. Yəni insan o tip məsələlərindən insan girişəndə görür ki, insan yəni Allah Teala onu necə yaradı? Möcüzədir yəni. Mümkün, yəni boş yerə yaratdı. Bir insana məsələn deyəndə ki, sən bu stolu boş yerə yaratdınsa, pis baxacaqdır. Yəni Allah Teala o qədər insanı, yəni bu qədər bədənində olan möcüzələri boş yerə yaratdı. Yəni əməl